Salam, mən Toxumam. Bitkilərin həyatının başlanğıcı məhz mənəm. Hər şey düzgün toxum seçimi ilə başlayır. Sağlam toxum yüksək cücərmə verir və xəstəliklərə daha davamlı olur. Zəif toxum isə məhsul itkisinə səbəb ola bilər. Mən mumbit torpaqlarda uyğun temperatur və düzgün suvarma ilə ən yaxşı şəkildə inkişaf edirəm. Çox dərin əkilmək və ya həddindən artıq nəmlik cücərməmi zəiflədir, çürümə riskini artırır. Göbələk xəstəlikləri və torpaq zərərvericiləri mənim inkişafıma ciddi zərər verə bilər. Azot, fosfor və kalium mənim çox və gövdə inkişafım üçün çox vacibdir. Onlar məni stressə dozumla edir. Məni qorumaq üçün keyfiyyətli toxum seçilməli, torpaq düzgün hazırlanmalı və toxumlar dərmanlanmalıdır. Unutmayın, yüksək məhsulun əsası sağlam toxumdan başlayır. Torpağa və toxuma qayğı göstərin. Bəs siz toxum əkərkən ən çox hansı problemlə qarşılaşırsınız? Fikirlərinizi şərhlərdə paylaşın.